Salam, hər vaxtınız xeyir olsun Maqın birbirindən dəyərli izləyiciləri. Bayram günündə yenidən sizin qarşınızdayıq. Çox yüksək əhval-ruhiyyədəyik. İstəyirik ki, bu əhval-ruhiyyəmizi sizə də ötürək. Diqqətiniz bizdə olsun. Bugün sizə çox maraqlı, milli ab-havada bir efir hazırlamışıq. Çünki milli bayramımızı qeyd edirik. Elə millilikdən söz açmışkən gəlin bu bayramımıza həsr olunan yaz ab-havalı, Novruz ab-havalı sujetimizi izləyək. Sonra isə qonaqlarımız olacaq. Sində Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir. Həmin an Günəş yerin hərəkət müstəvisi ilə ekvator müstəvisinin kəsişdiyi nöqtədə olur. Bu nöqtəyə astronomiyada yaz bərabərliyi nöqtəsi deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınır. Həmin andan başlayaraq şimal yarımkürəsində astronomik bahar start götürür. Bu iyunun 21-nədək davam edir. Yazda günlər uzanmağa başlayır, gecələr isə qısalır. Havanın hərarəti günbəgün artır. Bahar fəsli gələndə qarlar əriyir, sular buxarlanaraq göyə ucalır və bulud əmələ gəlir. Səmada toplanan buludlardan bol yağış yağmağa başlayır. Baharın gəlişi ilə əkinlər yaşıllaşır. Hər yer çoban yastığı, bənövşə, lalə kimi çiçəklərlə bəzənir. Qışda qupquru olan ağac budaqları bahar fəslində cana gəlir. Meyvə ağacları çiçək açır. Bahar fəsli canlanma mövsümüdür. Bu fəsildə torpağın altında yaşayan qarışqa, dovşan, siçan, böcək kimi canlılar yerin üstünə çıxır. Arılar yuvalarından pərvazlanıb çiçəklərdən bal toplamağa başlayırlar. Kəpənəklər qozalarından çıxıb əlvan qanadlarını çalaraq uçurlar. Payız fəslində isti ölkələrə uçub gedən köçəri quşlar yazda geri qayıdır. Qış yuxusunda olan heyvanlar baharın gəlişi ilə oyanır. İnsanın hər gün yatıb yenidən oyanması kimi təbiətin də dirilişi dünyada min illərdir var olan ahəngin xəbərçisidir. Bu əzəmətli diriliş, bu xoş xəbər qarşısında insanın aciz qalması isə qeyri-mümkündür. Səhər erkəndən böyük sevinclə doğan, axşam hüzünlə qüruba doğru əyilən günəş də, qaranlıqda yaşıl talaları, bağ-bağçaları xüsusi sehirlə bizə göstərən ay da baharı müjdələyir. Bu mövsüm insana da təsirsiz ötüşmür. Yazda insanlar da daha pozitiv, daha ümidli, daha xoşbəxt olurlar. Hamımız xoşbəxt olaqmaqlar. Yurdumuza xoş gəlmisən, ey fəsillər gözəli. Maqlar sujetimizi izlədiyimizə görə mən artıq qonaqlarımla söhbətinə başlayıb bayram əhval-ruhiyyəsini davam etdirmək istəyirəm. Bugün biz milli bayramımızı qeyd edirik və elə buna görə də biz bugün milli musiqilərimizi dinləyəcəyik. Mən ilk olaraq qonaqlarımı təqdim eləmək istəyirəm. Muğam üçlüyü bizimlə birlikdədir. Xoş gəlmisiniz dostlar, necəsiniz? Bayramınız mübarək. Çox sağ olun, əleyküm salam. Sizlə bahəm, biz də bu gözəl gün münasibəti ilə, bu gözəl bayram münasibəti ilə efir qarşısında əyləşənlərin bayramını təbrik eləyirəm, elə həmçinin sizin özünüzü də. Təşəkkür edirəm. Yəni bu əziz gündə uzun ömür, can sağlığı, ən gözəl sülh, əmin-amanlıq, gözəl xoş günlər arzu eləyirəm. Bəs maraqlıdır dostlar, siz ümumiyyətlə danışmaq istəyirsiniz, əhval-ruhiyyə necədir? Sizin hansı əlavələriniz var? Təbrik etmək istəyirsinizsə buyurun. Çox sağ olun Fariz bəy. Biz də öz xalqımızı gözəl bayram münasibəti ilə təbrik eləyirik. Novruz bayramı bizim ən gözəl müqəddəs bayramlarımızdan biridir. Gözəl adət-ənənələrimiz var. Təşəkkür edirəm. Bugün bizə milli musiqilərimizdən ifa edəcəksiniz. Nə oxuyacaqsınız, nə hazırlamısınız bizə? Musiqisi Ələkbər Tağıyeva aid olan mənim əzizim inşallah sizlər üçün efir qarşısında əyləşənlər üçün. Çox gözəl. O zaman mən çox söhbəti uzatmadan istərdim ki, elə mahnımızı dinləyək. Təşəkkür edirəm gəldiyinizə görə. Buyurun, söz sizdədir.
Bəli dostlar, biz bayram buraxılışımıza tam sürəti ilə davam edirik və bugünkü efirimizdə yalnız və yalnız milli musiqilərimizi dinləyəcəksiniz. Odur ki, diqqətiniz bizdə olsun. Çox maraqlı gənclər bizim studiyamızda qonaqdılar. Salam gənclər, necəsiniz? Xoş gəlmisiniz. Salam, hər vaxtınız xeyir olsun. Bayramınız mübarək. Çox sağ olun, sizlə bahəm. Təşəkkürlər. Ümumiyyətlə bizdə əhval-ruhiyyə həmişə gözəl olub. Bu bayramda lap çox gözəldir. Bu bayram münasibətilə bütün xalqımızı, eləcə də bizi izləyən tamaşaçılarımızı təbrik edirəm. Onlara uzun ömür, can sağlığı arzulayıram. Üzlərindən gülüş əksiyi olmasın. İnşallah bu bayram bütün xalqımıza düşərli olsun. Bəli, təki. Buyurun, siz də demək istəyirsiniz. Təbriklərinizi. Nisbət xanımın sözlərinə şərik çıxıram. Əvvəla sizləri, efir qarşısında tamaşaçılarına bayram mübarək olsun. Xalqımıza, millətimizə xoş günlər arzu edirik. Oyun olsun, inşallah gələn il bu vaxtları Qarabağ torpaqlarında qeyd edək bu bayramı. İnşallah. Amin, inşallah. Nəsə demək istəyirsən, sən də təbrik elə. Sənə söz Mən də vermək öz növbəmdə ümumi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm. Hər bir ailəyə ruzi, bərəkət, əmin-amanlıq arzu edirəm. Aha, uşaqlar, mən sizə belə bir sual vermək istəyirəm. Novruz bayramında sizin hansı xatirələriniz var ki, yəni onu unutmursunuz, hər dəfə yadınıza Bir dəfə gülürsünüz? bizdə o Yox, mən də pavaq atmışıq, kağıza yazıb və bəxtinizi bir daha sınayın. Boş çıxır. Yaxşı, bəs ən sevdiyiniz şirniyyat hansıdır? Mənim ən sevdiyim şirniyyat paxlava. məndə də paxlava. Çox gözəl, yəqin ki, paxlava kimi şirin, belə canımıza yayılacaq, gözəl bir ifa da eləyəcəksiniz bizim İnşallah, üçün. bəli. Nə ifa eləyəcəksiniz, nə hazırlamısınız? Fikrət Əmirovun Yar üçün mahnısı olacaq inşallah. Çox gözəl, mən təşəkkür edirəm hər birinizə ayrı-ayrılıqda gəldiyinizə görə. Biz sizə Bugün təşəkkürümüzü bayramımıza bildiririk. daha da gözəl əhval qatdınız. Xoş oldu sizi tanımaq. Buyurun, Çox sağ söz olun. sizdədir. Bağban oldum, var üçün bir gün seçdim. Yar üçün bağban oldum, var üçün bir gün seçdim. Yar üçün canımın canı, sevgilim ürəyim verməz. Var üçün canımın canı, sevgilim ürəyim verməz. Duruna uçmaz yaralı, könlüm səndən aralı. Duruna uçmaz yaralı, könlüm səndən aralı. Ürəyinə yar nə deyir, görəsən məndən aralı. Ürəyinə yar nə deyir, görəsən məndən aralı. Bağım bağçama gülüm, incəm qönçəma gülüm. Çəkdirmə cəfa mənə. Can dedim sənə mənə yar. Eşqin dəniz bir içim dolduran yar. Ver içim eşqin dəniz bir içim dolduran yar. Ver içim canımı qurban eylərəm dərdimə dərman. Yar üçün canımı qurban eylərəm dərdimə dərman. Yar üçün. Leyli Məcnun dil olub eşq odundan. Kül olub aşıqı hicrə, qərq edər göz yaşı axıb. Sel olub aşıqı hicrə, qərq edər göz yaşı axıb. Sel olub dur
yaralı bağım bağçam saralı Ürəyin ayar nə deyir görəsən məndən aralı Ürəyin ayar nə deyir görəsən məndən aralı Bağım bağçam gülüm incəm qönçəm gülüm Dostlar, bayram buraxılışımız çox gözəl əhval-ruhiyyədə davam edir. Biz sadəcə mahnılar ifa etdirməyəcəyik. Burada həmçinin gözəl milli rəqslərimiz də ifa olunacaq. Ona görə də rəqs həvəskarları da bizi diqqətli izləsinlər və növbəti qonaqlarımı mən təqdim eləmək istəyirəm. İlham və Röya rəqs cütlüyü. Buyurun, xoş gəlmisiniz. Hətta hədiyyələri də var. Necəsiniz? Bayramınız mübarək. Çox sağ olun, biz də sizləri salamlayırıq. Buyurun, əyləşin. Nə gözəl səməni gətirmişsiniz bizim üçün. Bəli, Novruzun ən gözəl atribuatlarından biri olur. Səməni gətirmişik. Bu hansı quşdur? Qaranquş oxşamır. Sərçədir yəqin. Sərçədir, nə gözəl. Necə keçirirsiniz bayramı? Əhval-ruhiyyə necədir? Çox xoş bir əhval-ruhiyyədir, bayram əhval-ruhiyyəsi. Bildiyimiz kimi, çünki bizim elimizin, obamızın əziz bayramıdır əlbəttə ki. Yəni bu bayramda başqa cür ola da bilməz. Hər bir kəs bir-birinə xoş sözlər, bayramlaşırlar və bayram münasibətlə təbrik edirlər. Və biz də bu baxımdan tamaşaçıları, bütün gəncləri, hər bir kəsi bayram münasibətlə təbrik edirik. Bəli, Röya xanım, maraqlıdır. Bir rəqqasənin ən sevdiyi adət hansıdır bu bayramda? Yumurta döyüşmək əlbəttə ki. Əsas da papaq atmaq. Yəni ən sevdiyim əlamətlərdən biri. Nə gözəl. Atmısa seç. Bu vaxtda kimi çox vaxt. Atmışam və hər il mütləq atıram. Bir də onu deyim ki, ən sevdiyim bayramlardan yəni biridir mənim üçün. Bəs nəyi xoş görürsünüz o papağın içindən götürməyi? Paxlava məsəl üçün ən sevdiyim şirniyyatlardan biridir. Yəni Novruz bayramına aid nə varsa hamısını sevirəm. Aha. O zaman mənim də ən sevdiyim adətlərdən biri yumurta döyüşdürməkdir. İlham bəy kimi. Mən istərdim ki, elə sizinlə birlikdə burada Gəlin, yoxlayaq. Yumurta döyüşdürək, görək necə alınacaq. Ümumiyyətlə, bu vaxta kimi döyüşdürəndə bəxtiniz necə gətirirmi? Yox, heç vaxt gətirməyib. Ancaq ümidvaram ki, bu dəfə yaxşı olmalıdır. Gəlin Röya xanımdan belə deyək də, biraz... Röya xanım deyir, mən oturmuşamca bəxtin gətirməlidir. Röya xanım, sizcə kimi udacaq? Məncə İlham müəllim udmalıdır. Niyə? Mənə niyə tək qoymusunuz ki, burada? Məncə yox. Məncə yox. Gəlin görək. Gəl. Vay. Amma mən çox vaxt uduram, yəni, mən bunu deyim sizə. Demək, onun da hər hansı bir sirri var. Bəli, bir sirri var, amma onu bölüşməyəcəm heç kimdən. Bu mənə aid bir sirdir. Yox, heç kim düşünməsin ki, o daşdır və yaxud nəsə başqa bir şeydir. Yox, normal yumurtalar da hamısı. Amma xüsusi bir sirri var ki, onu da heç kimdən bölüşməyəcəm. Qoy mənə qalsın, həmişə udum. Bizə nə hazırlamışsınız bəs bugünə? Sizlərə xüsusilə və tamaşaçılarımıza gözəl bir rəqs hazırlamışıq. Əsl bayram, əhval-ruhiyyəli bir rəqsdir. Aha, yepyeni bir rəqsdir. Bəli, yepyeni bir rəqsdir. İlk dəfə deyəsən elə bizdə ifa edəcəksiniz. Bəli, ilk dəfə sizdə rəqsimiz olacaq. Nə gözəl, mən də səbirsizliklə gözləyirəm ki, siz həmin rəqsi ifa edəsiniz. Təşəkkür edirəm. İzləyin və zövq alın. Təşəkkür edirəm gəldiyinizə görə. Çox sağ olun. Biz də təşəkkür edirik. Çox xoş əhval-ruhiyyə bəxş etdiniz studiyamıza. Buyurun, artıq meydan sizindir.
Dəyərli izləyicilər, Novruz ab-havalı efirimiz tam sürəti ilə davam edir. Elə ona görə də mən tez qonağımı dəvət edib, onun da bu bayramla bağlı fikirlərini öyrənmək istəyirəm, təbriklərini, həmçində yadda qalan xatirələrini öyrənim ki, sonra da onun da musiqili ifasını eşidək, qarşılayaq. Muğam müsabiqəsinin qalibi Azərbaycan televiziyasının solisti, həmçinin gənc xanəndə Sərxan Bünyadzadə. Xoş gəlmişsən Sərxan, necəsən? Xoş gördük sizləri. Bayramın mübarək. Sizlə bahəm. İstəyərəm ki, ilk olaraq sənin təbrikini eşidək xalqımıza bu bayramla bağlı, sonra isə söhbətimizə davam edərik. Böyük məmnuniyyətlə. Mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə səmimi qəlbdən, ürəkdən təbrik edirəm və onlara xoşbəxt həyat, firavan ömür arzulayıram. Çox gözəl arzulardır. Mən də qoşularam bu arzulara. Bəs Novruz bayramı ilə bağlı ağlında qalan hansı maraqlı xatirələr var? Bizim tərəflərdə, Naxçıvan tərəfdə məhəllələr arası yumurta döyüşləri keçirilir. Hətta məhəllələr arası. Məhəllələr arası, bəli. Çempionatlar. Burada bir neçə gənclər, hətta orta yaşlı insanlar da iştirak eləyir və hərənin öz yumurtası olur, belə deyək. Yəni, özü seçir, özü yoxlayır ki, bərk olsun ki, qazana bilsin, bəli. Və bu yarışda keçirilir. Hətta birincilik, ikincilik, üçüncülük olur. Və məhəllənin ağsaqqalları tərəfindən birinci, ikinci, üçüncü yerlər hədiyyələrlə təltif olunurlar. Mən də bir neçə dəfə qalib olmuşam bu yarışmada. Onda biz mütləq burada yumurta döyüşdürməliyik. Bəs hədiyyə nə verirlər, maraqlıdır? Xonça verirlər, iştirakçılar udduqları yumurtaları alırlar onlardan təzədən. Maraqlı, çox maraqlı. Sizin yumurtaları bilmirəm. İndi görək nə olacaq, bəxtimizə nə çıxacaq. İndi mən vururam, sən vurursan. Sonrası ki, mən də dəfələrlə çempion olmuşam yumurta döyüşdürmək üzrə. İndi çempionların döyüşündə görək kim qalib gələcək. Mən vururam, sən vurursan. Mən vurum da qoy. Yaxşı. Mən vurarkən adı tək qırıram, ona görə tutmağa cəhd eləmirəm. Başlayaq. Gördüyünüz kimi, əsl çempion bəlli oldu. Mən qalib gəldim. Bilsəydim, hədiyyə ilə gələrdim. Eybi yox, hədiyyən qoy mahnın olsun. Ümumiyyətlə, bu yumurta döyüşdürərkən xüsusi bir metod varmı ki, yəni hər dəfə qalib gəlmə mümkün olsun? Əlbəttə, xüsusi metod odur ki, bizim tərəflərdə bir toyuq növü var, biz tərəfdə şurik deyirlər. Bu toyuq hər evdə olmur, yəni hər kəs saxlamır. Xüsusilə onun yumurtası balaca olur, həm də çox bərk olur, sərt olur və onunla yarışmaya girən 100% qalib çıxır. Bugün bizə mahnı ifa edəcəksən, qoy elə hədiyyən mahnın olsun. Nə ifa edəcəksən bizə? Gözəl bir xalq mahnısı, gözəl bir aranjmanda Qara qaşın vəsməsi. Nə gözəl, buyur, dinləyək səni. Böyük məmnuniyyət. Qaşın vəsməsi, qara qaşın vəsməsi yandırıb yaxır məni, gün kimi çaxır məni. Yandırıb yaxır məni, gün kimi çaxır məni. Görüm səni yanasan, yanasan. Görüm səni yanasan, yanasan. Aman çəymə vəsməni, çəymə sürməni, aman çəymə vəsməni, gözə çəymə sürməni. Qara telin şanəsi, qara telin şanəsi yandırıb yaxır məni. Səni yanasan, yanasan. Yarım səni yanasan, yanasan. Aman çəymə vəsməni, gözə çəymə sürməni. Aman çəymə vəsməni, gözə çəymə sürməni.
Artıq yaza qədəm qoymuşuq dostlar. Bugündən etibarən həyatınıza daha aktiv və fəal şəkildə davam edin. Sevin, sevilin. Süfrələriniz daim ruzulu, bərəkətli olsun deyirəm. Bugün sizə milli Abu-havada bir efir təqdim elədik və studiyamızı bu cür Abu-havada bəzədiyinə görə Avant Həmnan qrupa təşəkkürlərimizi bildiririk. Məni isə belə gözəl geyindirdiyinə görə Gülnarə Xəlilova Modalar evinə təşəkkür edirik. Çox sağ olsunlar, var olsunlar. Onların da bayramlarını təbrik edirik. Siz isə hər gün bizi 19:20-də izləməyə davam edin. Bugünlüksə bu qədər. Hələlik!